Tudardı. Tudar kəndi var. Tudardan da biraz aralanırsan o yana Ağdərə yolu var. Ağdərə biraz uzaqdır. Tudar çox olsa 2 kilometr ya 1 kilometr yarım. Qasımkəndlə arası. Aha. Sonra oradan çıxırsan Əmizdərdir. Əmizdərdən çıxırsan Əngəlandır. Sonra gəlirsən Altağac tərəfə. Yarımca Altağac. Hə, yarımcadır. Qarsdır. Hə. Sonra Qızıl Qəzmə. hə, Qızıl Qazmanı görməmişəm mən. İnşallah bu yay görərik. O vaxt Nəcəf var idi, tanıyır. Allah rəhmət eləsin. Mən yetamıram dağlarını. Çox şey elədi ki, gəlginə. Götür uşaqları da ailəliğinə azalır. Axı qovum olmuşuq axı. Bilirəm, hə. Bilirsən də. Hələ, hələ. Hə. Hələ indi də, hələ o vaqif deyir mənə ki, aparım səni. Hə, gedin, vallahi getmək Qızıl lazım. Qəzmi. Çox şey elədi Nəcəf. Allah Dedi, ay rəhmət Həmid, eləsin. gəlginədir. Gəl qal yenə yanımda. Bir ay, 2 ay, nə qədər xatırındır. Hə gələrəm, hə gələrəm, hə gedərəm, hə gələrəm. Alınmadı. Heç heyvan da tutarmısınız kəndinizdə? Olub heyvanınız, sürünüz? Mənim yox, ancaq məsələn atamın, babamın, babamın o acı qışlağı var, onun evinin yanında dəvənin məsələn yatağı olub. Oturan yerində nətər mal oturmur. Hə, yatağı. Yataqdır da. Hələ. Şururlar, 150 dənə dəvəsi olub. 150 dənə dəvəsi olub. Baba onun adı nə olub? Həznur Ali. Hacı olub. Hə. Həznur Ali olub. Ey, onun kimi. Hə. O dəvələrin yer ki, yatağı var ki, oturub evin yanında. Xırman bilirsən də nə boyda olur da xırmanda. Taxıl dögürləri. Hələ. O xırman boyda onun orada o yatağı var. Ancaq tövlələri də var. Hələ evinin yanında da qışlaqda. Şurada o şeyə gedirsən, dəvə oturan yerə, bir belə batırsan torpağa. Heç nə bitmir orada. Baba düppədüzdür. Bütün hər yeri kurqovu ot bitir, ora bitmir. Çünki o qədər o şoranlıq eləyib ki, dəvələr sidik ki salıb orada. Sidik olan yerdə heç nə bitmir axı. Hələ indi də heç nə bitmir orada. Getsən indi həmən yerləri tanıyırsan. Hamısını elə bilirəm ki, əlimlə qoymuşam. Qasımkəndin dərələri, o qışlaqların dərələri, hansı qışlaq kiminki olub, indi məsələn törəmələri kimdir, hamısını. Hacı Nurəli baban olub da, hə, əmisən? Mənim babam olub. Atanın adı nə olub? Hə? Atanın adı nə olub? Mənim atamın adı Qədir olub. 3 dənə arvadı olub babamın. Hacı Nurəlinin. Həznur Əlinin üçünü də saxlayıb ha. Üçünü də saxlayıb hamısı məsələn ayrı-ayrı evi. Bu sənin evin, bu sənin evin, bu sənin evin. Sonra birinci arvadı Xələncdən olur. Xələncdən olur. İkinci arvadı Ağdərədən olur. Üçüncü arvadı Şamaxının özündən. Təmiz Şamaxının özündən. Üçünü də saxlayıb. Deməli, 3 arvaddan 9 oğlu, 2 qızı olur. Əmizlərdə məsəl üçün nə qədər bizim qohumlar var. Bir bibim ora ərə gedib, oğlanları, zadı artı gəlib çıxıblar. Artıra gəlib çıxıblar. Onların ki, Ağdərədə məsəl üçün qohumlarımız var. Çünki bir nənəm oradandır. Biri Xələncdəndir, biri də Şamaxıdan. Mənim əsli nənəm Şamaxıdandır. Anamın atası. Ondan 5 dənə oğlu olub, bir qızı. Xələncdən məsəl üçün 3 oğlu, bir qızı olub. Ancaq Ağdərədən alanın bir dənə oğlu olub. Qızı, qardaşı zadı olub. 9 qardaş, 2 bacı olublar. Hani hamısı çıxdı, getdi. Babamın hələ dəvə tövlələri 9 dənə tövləsi olub, hərəsi bəlkə bir 40 metr, 30 metr. Allah sənə can sağlığı versin.
Allah sənə də can sağlığı versin mənim balam. Bax bu qapı üz-üzə açıqdır. Allah Sənin kimi qohumlar, yerimiz, cəmaatımız qapım açıqdır. Neçə dənə dostunla da gələ bilərsən. Allah sənə var eləsin. Çox sağ ol Rəmzan. Allah köməyin olsun.